kürək qapısı ilə maraqlanır, bu video məhz onlar üçündür. Birinci videomuz biraz uzun oldu, 3 dəqiqəyə yaxın oldu deyə ikinci videonu çəkirəm. Yəni kimlər ki birinci videoya baxmayıb, videonun aşağısında qeyd olunur. O videoya daxil olub o videoya baxa bilərsiniz. Bu ikinci videodur. Kürə qapıları ilə bağlı danışmışdıq ki, bizdə olan mağazada olan kürə qapıları materialı dəmirdir, çuğun deyil. Bəzi müştərilər elə fikirləşir ki, dəmir çuğundan keyfiyyətsizdir. Yəni minus kimi düşünür, amma belə deyil. Birinci videoda bunun izahını verdik. Yəni ən önəmli xüsusiyyəti bu qapıların ölçüsüdür. Yəni çuğun qapaqları Rusiyadan gəlmə olur. Onların ən böyük ölçüsü olur hardasa 40 sm qədər, 35-40 bu ölçüdə olur eni. Amma bizdəki olan məhsulların qapaqlarının ölçüsü 50 sm-dır, hündürlüyü 39 sm-dır ki, istədiyiniz yeməkləri bişirə bilirsiniz. Bunun da səbəbini elə izah etdik ki, yəni Rusiyada, yəni bizdəki mətbəxdəki kimi yəni yeməklər daha azdır. Məsəl üçün bizdə daha çox müştərilər bütöv quzu bişirmək istəyir, paxlava, şirniyyat bişirmək istəyir, qutablar hazırlamaq istəyir. Ona görə də onlara daha böyük ölçülü qapaqlar lazımdır. Məhz bu qapaqlar da bizim mağazada satışdadır. İstər şüşəsiz model olsun, istər şüşəli model olsun, istər oval modellər olsun ki, bütün bu modellər bizim mağazamızda satışdadır. Və başqa bir bu qapaqların özəlliyi, hansı ki, çuğun qapaqlarda bu özəllik yoxdur. Çuğun qapaqları, yəni bu rus peçinin qapaqları tökmə çuğundur, materialı tökmə çuğundur. Gördüyünüz kimi sadəcə bir belə listdir. Yəni bu qapaqları kürə peçinə qoymaq olmaz. Səbəb də odur ki, bunların havalandırma yeri yoxdur. Bu qapaqların hər birində havalandırma yeri olur. Amma əsas yəni özəlliyi onda idi ki, bu gördüyünüz kimi, yəni sadəcə listli, bir formalı. Amma bu qapaqların yəni hamısında eyni olduğu üçün birini göstərəcəm. İstər düz modellərdə, istər oval modellərdə qapının bu gördüyünüz arxa hissəsidir. Burada xüsusi bir material istifadə olunur ki, yəni qapının içərisində qaz yandığı zaman, yəni şüşəsiz modellərdən söhbət gedir, odun yandığı zaman içəridə olan istilik çöl hissədə minimuma enir. Amma çuğun qapaqları da belə deyil. Yəni bu qapağı əliniz dəysə, əlinizi cız edib yandırmayacaq. Amma çuğun kürə qapılarında belə deyil. Yəni çuğun bildiyiniz kimi qızır uzun müddət istini saxlayır. Yəni kürə qapılarında da bu bizə heç nəyə lazım deyil. Yəni əlinizi toxundurduğunuz zaman əlinizi yandıracaq. Açıb bağlamaq çətin olur. Əgər kürə qapısı çuğundursa. Amma bizim qapaqlarda bu belə deyil.